Övliya ilahinin vəzifəsi ancaq bizi dinə çağırmaqdır. Bizə başa salmaqdır, halal haramı izah eləməkdir. Yaxşı şeyləri, pis şeyləri başa salmaqdır, qutardı. Buna elə adi əxlaq ustadları, din mübəlliğləri də eləyir. Bu var, amma bununla bitmir. İndi istəsəydi ki, onlarla birgə biz davranırıq, birgə olmaqlıq mövzusu, məiyyət mövzusu. Bəli, bu var. Elə bir yolda həmsəfər olma, ilahi övliya ilə bir yerdə olma, onun gəmisinin sərnişini olma. Bu var. Amma bununla da bitmir. Gəlir çıxır şəfaət məqamı. Allah onlara şəfaətçi olmaq ləyaqəti verib. Və onlar bizi bu yolda kömək eləyir. Onlar Babullahdılar. Necə Peyğəmbəri tanımadan, Peyğəmbərə itaət eləmədən, Peyğəmbərdən bəhrələnmədən, Peyğəmbərlə məiyyət malik olmadan Allaha mümkündür insan çata. O cürdə Əmir əl-Möminin Babullahdır. O cürdə bütün ilahi imamlar Həzrəti Zəhra salamullah aleyhə Babullahdır. Hər dövründə Hüccətullahı Babullahdır. İmam Zaman ağa Əcil Fərəcəhum Babullahdır. Allah qapısıdır. İndi daxil olduq bu qapıdan. Daxil olduq, onlar siratın özüdür. Onlar səbilin özüdür, yolun özüdür. Yerlə göyü birləşdirən Allah onları qərar verib. Onlar vəcihullahdır. Biz onlara baxanda, onlara yönələndə qurb-i ilahiyə yönəlmiş oluruq.